Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa təklif edib ki, problemlərin həll edilməsi nazirliyi yaradaq. Deputat vətəndaşların ayrı-ayrı nazirlik, dövlət komitələri arasında səma rəqsində olduğunu bildirir. O bir çox hallarda asan məsələləri həll etməkdə nə qədər vaxt itirdiyini vurğulayır. O, asan xidmət modelinin vətəndaş məmnunluğunu ən yüksək səviyyədə təmin etdiyini xatırladır. Deputat bunu ironiya ilə deyib. Yoxsa gerçəkdən Azərbaycan məmur vətəndaş probleminin çıxış yolunu belə görür. Bunu demək çətindir. Əsas məsələ ölkədəki çox ciddi problemə çevrilən məsələnin gündəmə gətirilməsidir. Fazil Mustafa asan xidmət modelini nümunə çəkir. Doğru deyil. Ölkədə vətəndaşların məmnun olduğu bu qurum məmur vətəndaş münasibətlərinin böhran həddinə çatmasında nəticə yaranmışdı. Hər il büdcədən dövlət aparatının saxlanılmasına milyardlarla manat vəsait ayrılır. Belə məlum olur ki, vergilər hesabına yığılan pullar son nəticədə vətəndaşın rifahı üçün xərclənmir. Vəsaitlərin bir hissəsi müxtəlif adlarla mənimsənilir. Daha ətraflı məlumata azpolitika.info saytından əldə edə bilərsiniz.